Canlı yayında Ləman izləyicinin ona "keçmiş sevgilin deyib səndən iyi gəlirdi" deməsinə əsəbləşdi. Ləman cavabında "üzünüzə gülüb sizi sevirəm deyən oğlanlar heç bilmirsiniz sizin dalınıza oğlanların içində necə danışır. Bütün günü qeybətləriniz gedir. Heç bir qadına girib artıq əskik yazmayın. Sizin haqqınızda da pis söz danışırlar. Allah adamın qabağına kişi çıxartsın, nakişi yox. Böyük danışmayın. Pişiyin əli ətə çatmayanda həmişə mundadır" deyir. Kimi özünüzdən uzaqlaşdırırsınız, həmişə dalınızca danışır. Mənim ürəyim çox təmizdir. Mən hər insana inanıram. Mənim adımı həyasız da dəlidir qoyublar. Amma dəli deyiləm. Sadəcə insan yaxşılıq eləyib pislik görəndə insanın içi yanır. Bugün kişi məndən danışanların cibinin pulu da olmuşam mən vaxtilə. Mən Məryəm ana deyiləm. Sadəcə mən Dastoyna qızam. Mənə pislik eləyənlər həyatda xeyir tapmır. Mənim əlimin dozu yoxdur. Mən Allaha buraxıram. Allah verəcək cavablarını. Məni Allah çox sevib, mən çox qalxacam. Amma haqqımda pis danışanlar siz pis düşəcəksiniz. Gəlin videoya baxaq. Kanala abunə olub videonu bəyənməyi unutmayın. Gündə dala, paltarda adam oxşur, paltarsız nə gündədir. İnan Allaha ha. Burada mən o sözü yazanlar 15 dənə kafedə oğlanın içində söhbətimiz gedir ay qızlar. Prosta mənim fərqim sizdən oldu ki, mən canlı açıram. Üzvüzə gülüb sizi sevirəm deyən oğlanlar sizin dalğıça sən nələr danışır oğlanların içində. Gül başınızı. Bunu əminliklə deyirəm sizə. Əmin ola bilərsiniz. Bütün günü qeybətlərimiz gedir. Ayağı əyridir, şalvarda düz görsənir. Allah göbəyi nə gün demiş, sallaq sullaq. Elə bil ki, bu 10 dənəsini doğub. Allah bu nə gün demiş, vızqırd elədim Allah. Ona görə də heç bir qadına girib artıq siz sözünüz. Vallahi sizin haqqınızda da gözəl danışmırlar. Pasiyaksız deyirlər sizin haqqınızda da. Yadınızda bir şey saxlayın. Allah adamın qabağına kişi çıxartsın. Kişi yox. Elə bilməyin sizin də qabağınıza ancaq kişilər çıxır. Sözü dedim tutun da, yəni nə demək istədim. Sizin haqqınızda qeyb demirlər, huri mələkdir, gözəl idi, bombaydı. Elə sözlər danışırlar, matvız. Bəlkə də eləmədiyiniz şeylər də deyirlər ki, ondan bir yerdə eləmişim. Ona görə də böyük danışmayın. Bəzi kişiciklərin adətidir. Əli çatmayanda qadın dalıca danışmaq ki, başqasının birdən quşu qonar. Kişilərin içində pisləmək, onu pis çıxartmaq, pozğun çıxartmaq, bu bəzi kişilərin adətidir, yaxşılardan qıraq. Sən artıq əsil tərbiyəsiz çıxartmaq. Valla, belə var ki, arvada ayrılandan sonra gidib arvadın haqqında nələr danışır. Naməhrəminə qədər danışır ki, qoyur kişiliyin orada çıxır gəlir. Nəyə qoyub, nəyə danışırsınız? Nə var ayrılıb. Eləmək olan deyirəm. Elə də eləyirsən ki, bura gətirib 5 dənə yaxşı oğlan otuzdur, onların yanında gedən söhbətlər oturub səni danışsınlar, ağzına çıxarlar ki, bu necə kişidir. O kişi deyil, o kısı deyil, fakt belədir də. Burada mənə yazırsınız, sən haqqında bunu demişlər. Mən də demək istəyirəm ki, pişiyin ələtə çatmayanda həmişə bunlardır. Mən pis olsaydım, heç vaxt mənim yanımda olmazdılar. Deməli, mən vızqırd eləmişəm ki, bugün pisəm. Yadınızda bir şey saxlayın. Bugün sizə can deyənləri vızqırd eləyin. Görün dalğıcı olmayan şeylər deyirlər, yoxsa yox. Bir dənə sına görərsən. Sən bir manatlıq deyib qoyacaq ora 50 qəpiklikdə. Ona görə də böyük danışmayın. Vaxtı ilə canlı yayınlarda mənim ağzımın içinə girənlər məndən yollara ayrılan kimi mən itin sözünü dedilər. Adama deyərlər, Ləman pis idi, ağzının içinə niyə girirdin? Ona görə də pişiyin ələtə çatmayan da bunlar da deyir. Həyatda da belədir. Kimi vızqırd edirsiniz, dağılıqca başlayırlar vırtlamağa. Oturup duranda belə pis çıxmasın. Adam eləyəndə Ləmandan yaxşısı yoxdur. Uzaqlaşıb komanda verən kimi Ləmandan cındırır. Ləman iyi gəlib, Ləman pis gündədir, Ləman kimdir, Ləman nə bilim nədir. Allah heç kəsi təkləməyi sevməz ha. Vaxt gələr elə başınız oynatar ki, dəyinişiniz dura-dura çalınız tökülər. Buna da sizə əmin edirəm ki, məni Allah çox sevir, mən çox qalxacam.
siz həmişə səviyyəniz aşağılarda qalacaq. O məndən danışanlar da, bax çörəyə də əlimi basaram, Qurana da əlimi basaram. Çünki mənim Allah ürəyimə görə verir, mənim ürəyim çox təmizdir. Mən çox qalxacam. Allah haqqı qalxacam, amma siz düşəcəksiniz, düşdükcə də basacaqsınız. Sadəcə bu sınaqdır. Allah mənə göstərir ki, ətrafını tanı. Bəzən insan düşməlidir ki, qoy insanlar ətrafındaşları tanısın. Allah insanları həmişə sınaqdan keçirdir ki, belə cındır insanları tanı. Çünki mənim ürəyim çox təmizdir. Mən hər insana inanıram, dost deyirəm, evimə buraxıram və yaxud da salam sağ ol kəsirəm, pulumu bölüşürəm, 1000 manat da borc istəsələr vermişəm. Pulum olub Allah and olsun. Heç o pulu dala da istəməmişəm. Elə bir xarakterim var ha mənim. Mən elə bir insanam. Dostlarıma qarşı onu da eləmişəm. Amma mənə qarşı hamısı cındırlıq edib, əksəriyyəti. Ona görə də sınaqlarda keçirəm. Boş verirəm hər şeyi. Elə insanlar çoxdur. Vecimə dalmıram. Əvvəl pis olurdum, indi yox. Mən çox kişinin eləmədiyini eləmişəm bu dünyada. Gedib hansısa bir oğlana qapısını döyüb pul istəyəndə 7 yaylıqla ağlayır. 2 dost deyir, il uzunu çörəyi kəsir. Dost dosta deyir 100 manat ver, ağlayır ki yoxumdur. Aparıb arvadım cübqasının altında gizlədir. Amma mən qız ola dostlarıma qarşı bilsən nətər olmuşam. Axırıncı manatımı da çıxardıb vermişəm. Oturub mənim dalınca danışırlar. Ona görə də mənim adımı qoyublar, həyasızdır, dəlidir. Dəli deyiləm, sadəcə insan yaxşılıq elib pislik görəndə insan içi yanır. Dəli deyiləm, sadəcə insanlara qarşı pis olmamışam. Yaxşılığımın qarşısında pislik görəm deyə insan içi yanır. Bunu mən kimi insanlar başa düşər ki, mən nə demək istəyirəm. Real həyatda da kimə yaxşılıq edirsiniz, kimə normal davranırsınız, gəlib sizə cındırlıq edir. Həyat belədir. Sən nə qədər yaxşı olacaqsan, pis insanlar çıxacaq qabağına. Sənə deyəcəklər ki, nə oldu elə sən yaxşı oldun, hamısı pis oldu. Yox, sən yaxşı oldun deyə hamısı pis oldu. Sən onlarla cındır olmadın, onların səviyyəsində olmadın deyə sən həmişə seçildin onlardan. Yaxşı insanlar həmişə belədir. Alfa çox sağ ol. Sən çox yaxşı oldun deyə qabağına çıxanlar cındır oldu. Çünki sən onlar kimi deyilsən. Sən seçilirsən. Hər insan da yaxşı insan olmağı bacarmır. Neçə nəfər adam var burada? 1600 nəfər. And verirəm düzün deyin. Ətrafınızda nə qədər adam var? Hamını yaxşı mənada yola verirsiniz. Salam sağ ol eləyirsiniz. Dalaşmırsınız ki, yox. Amma dalli moment çıxardın. Dalli moment deyin, çöldə qalmışam. 1000 manata ehtiyacım var. Kimliyə ehtiyacım var. Filan qədər pula ehtiyacım var. Eləyəcək, eləməyəcək. Xoş gün, hamı yalanla, hamı. Elə hamı. Ləman həyasız, Ləman həyasız deyil. Ləman sadəcə elədiklərinin qarşılığını görmürdü, içi yanır. Mənim elədiklərimin qarşılığı mənə bundan vermək lazım deyil. Hörmətlə versinlər, mənə bəsdir. Amma onu da eləmirlər. Dalaşan kimi cındırdı, iyləndi, nə gündədir. Sən Allah, onu adam yerinə qoyandadır günah. Halbuki elə deyən insanların hamısına yaxşı olmuşam, cibimin puluna qədər. Dar günlərinə qədər. And ola Allaha, Qurana da əlimi basaram. Bugün kişi məndən danışanların cibinin pulu da olmuşam mən vaxtilə. Sözü mən deyirəm. Mənim dalımca kişi kimi oturub danışanların cibinin pulu olmuşam. Dar momentinin pulu olmuşam. Hansısa bir oğlanlar istəyəndə verməyib, amma mən qız vermişəm. Ona görə də bugün mən cındıram onların gözündə. Söhbət puldan getmir, söhbət insanın yaxşı və pis günündən gedir. Məryəm ana deyiləm, bu həyatda heç kəs Məryəm ana deyil. Sadəcə mən dastoynu qızam. Mən qız olsam da dastoynuyam, mən dostluğu buna görə eləmirəm. Mənə 5 addım hörmət elə. Mənim tərəfimi 2 dənə insan yanında tutacaq. Mənə maddi heç nəyin lazım deyil. Allah min şükür mənim özümə yetirir. Mən görsənəcə 5 addım gəlirəm. Amma çox təəssüflər olsun ki, mən heç vaxt dostdan falan yarımıram. Tək tük. Məni kimi insanlar bilmirəm nə qədərdir. Nə qədər yaxşı olmuşam, o qədər pislik görmüşəm. Mən bunları boş-boşuna danışmıram. Mən Allahın da şahidi ki, mən dediyim şeylərin hamısını eləmişəm həyatda. Amma yenə də mənim əlimin duzu yoxdur. Məndən paxıl adam, məndən pis adam yoxdur. O mən paxıl yazanlar məni realda tanıyıb, o yalandan canlı yayımda eləyənləri realda tanısa, deyərlər ilahi, şoke. O yalandan mülayim danışmaq, o demək deyil, sən yaxşı insansan. Hamı-hamını can-can, yaxşı-yaxşı deyərək yola verir. Əsas odur, sən əsl dostluğun pis günündə tanınsın.
Mənim aqressivliyimin səbəbi mənim elədiklərimin qarşılığını görməməyimdir. Bundan yox ha, bu rədd olsun o tərəfə. Hörmətlə. Kimə yaxşılıq eləmişəm çıxıb vırtlayıb dalımca. Kimin yanında olmuşam çıxıb vırtlayıb dalımca. Kimə kömək eləmişəm çıxıb vırtlayıb dalımca. Ona görə də mən Allaha bıraxıram. Allah verəcək inşallah cavablarını. Mən yox. Mən nə desəm də xeyri yoxdur. Mən Allaha bıraxıram. Allah gec ya tez insanın yaxşı pis mükafatını verir. Mən ürəyimi təmiz saxlayıram. Yaxşılığından da dala qalmıram. Qoy mənə pislik eləyənlər eləsin. Eybi yox. Onsuz da mənə pislik eləyən insan həyatda xeyir tapmır. Həmişə onsuz da yaxşılıq elədiyimiz insanlar bizim haqqımızda danışıb. Bu həyatda da belədir. Gətirərsən evə, yedizdirərsən, çizdirərsən, gedər səndən. Qonaq gələr, aylarla qalar, gedər deyər. Həyat da belədir. Nə qədər qohumlarınız gəlib qalıb, gedəndən sonra sizdən pis adam olmayıb. İşləri keçənə qədər. İnsanı yandırır, yandırmır. Yandırır sizi. Durub dalaşırsınız, olursunuz pis insan. Yox, prosta haqqınızı tələb edirsiniz. İçiniz yanır. Bizdə qalan var ki, ümumiyyətlə qalmaqdan söhbət getmir. Ümumi söhbət edirəm. Pula, maddiyata dostluqlarını satırlar. Mən hamını demirəm, bəzilərinə burada aiddir. Neçə nəfərlə oyun oynamışam, at çəkmirəm, bilirsiniz kimləri deyəcəm. Mənə hədiyyə gələndə. Amma mən onlara hədiyyə gələndə üzüm gülüb ki, oyun maraqlı gedəcək, onlar atdılar, mənə də atacaq. Amma mənə gələndə üz dölüb 80 dərəcə. Görmüsünüz də yəqin. Deməyə ehtiyac yoxdur. Mən demirəm ki, özünüz bilirsiniz. Elə bir yas verirdilər. Ona görə də Allah hamının ürəyinə görə versin. Həyatı ki bundan ibarət quracaqlar, bu həyatda heç vaxt qabağa getməyəcəklər. Müvəqqəti. Bu da müvəqqətidir. Gündə bir dənə dəstəkçi çıxır. Gəlir, biri atır, biri gedir, biri atır, biri gedir, biri atır, biri gedir. Həyatda da işin birindən çıxırsan, birinə gedirsən, birindən çıxırsan, birinə gedirsən. Ona görə də vallah bunlar müvəqqətidir. Buna görə insan gərək hörmət qazanmasın, özünə görə qazansın ki, bu da gəlsin. Vay o günə ki, sən pulu yox, pul səni qazansın. Pulun qazandığı insandan hər bir cındırlığı gözlə, hər bir nankörlüğü gözlə, hər bir naxələfliyi gözlə. Çünki gözün pul bürüyüb belə insanların. Ancaq fikirləri, zikirləri puldur. Dostluq deyil, sevgi deyil. Gözlər ancaq mənəviyyatda, pulda, pul. Bax, bu. Belə insanların üzü getdikcə mındarlaşır. Üzlər getdikcə insanlıqdan çıxır. Getdikcə sırtılır. Fikir verin elə insanlara, qurban olum sizə. Qudurur. Qudurur. Maddiyat çaşdı mən. Üzdə insanlıq ifadəsi itir. Bu şey ancaq kibir, nifrət, pul. Pulun aldığı insanların üzü vay və elə olur. Cındırlıq yağır üzlərindən. Paxıllıq. Ancaq mənim olsun, ancaq mənim olsun. Vallahi. Mənə lazımdır. Mən heç də söhbət edirəm. Mən özüməm deyə demirəm. Mənim gözüm çox toxdur qızlar. Nə dəstəklər gəlib bu TikTokda. Mənə şir gələndə heç kəsə gəlmirdi bu TikTokda. Mən heç vaxt dəyişmədim. Mən necə var elə də qaldım. Heç vaxt dəyişmədim. Kiməsə yuxarıdan aşağı baxmadım mən. Azdan çoxdan min şükür Allaha qazanmışam.